Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün yeni bir vloga başlayırıq. Bu vlogda öz eltimi istəyəcəm. Evdə pomidor var idi. Nilay dedi ki, mama səhər yeməyinə gəl, pomidor yumurta bişirək, ondan yeyək. Mən də ona görə pomidor yumurta eləyirəm. Təki onlar da yesinlər. Bu arada Rahimə də qızışdırdıq ki, sən də yeməlisən, böyük oğlansan falan. 3 nəfərlik pomidor yumurtadır. Bura 2 dənə pomidor doğramışam, bir dənə də yumurta vuracağam. Elə adamlar var ki, pomidor yumurtada yumurtanı çox istifadə eləyir. Mən sevmirəm. İstəyirəm ki, pomidorun dadı bilinsin, yumurta az olsun. Ona görə də bir yumurta vuracağam. Nəhayət uşaqlarımla ortaq yemək tapmışam, bir yerdə yeyirik. Və dedilər ki, tavada yeyək. Elə yaxşıdır. Tavam da əlimdən düşüb, buna baxın, əyilib. Ранчик, нравится? Да. Вкусно? Да. Приятного аппетита, Ранчик. Это ты готовила? Да. Yay gəldisə, yaz gəldisə, все, da. Pomidor yumurta завтракta olmalıdır. Çay. Su. Su. Su istəyirsən? Yaxşı. Yadınıza əgər gəlirsə, uşaq vaxtı bizə səhərlər mütləq şirin çay yeməyə məcbur edirdilər, bir də soyutması. İndi uşaqların səhər yeməyinə baxıram, deyirəm ki, biz şirin çayla böyüyən nəsil olmuşuq. Uşaq vaxtı çox vaxt evdəkiləri alladırdım, stəkanımı boşaldırdım, güya şirin çayın hamısını içmişəm deyə. Şirin çayla böyüyən nəslin indi isə daha modern bir səhər rutini var. Çok güzel bir hava var. Güneşli, küləksiz. Tamamen darıxıram. Nəsə çox darıxıram. Sosedi gördün liftdə? Hə? Добрый, да, сосед? Добрый, да, сосед? Да? Добрый? Я хотел другой сосед. Почему? А бы я хотел другой сосед. Почему? Я хотел другой сосед. Почему, aşkım? А это дома соседа нельзя. Gördün sosedi bayaq liftdə? Gördün necə dobrıydı sosed? Да, умный. Он наградил меня. Да, говорил? Да, он наградил, хотел купить листок, ну, и вместе кровь, и потянул на игрушку и киндер эту. А будете открывать это сосед, он накачал. O qədər demişik ki, Rahim, səsədəmə, soset gələcək, sosetdən qorxur. Liftdə də qonşuyla rastlaş, deyir, bu kimdir? Qonşu da deyir, soset. Rahim deyirsə, biz evdə səs eləmirik, sakit otururuq. Qonşuya rusca deyir. Deyirəm, biz onlara deyirik, səs eləməyin, qonşu gələcəkdir. Elə bildi ki, həmin qonşusuz. Burada deyəcəksiniz ki, yəqin ki, bıçağın yaxşı kəsilmir, əti güclə kəsirsən. Amma elə deyil, çünki ət buzdur, içi tam buza açılmayıb. Ona görə, bəlkə olduğuna görə belə doğrayıram. Çünki bir dəfə əti çəkirdim, piy çəkmişdim. Möhkəm basırdım, piy çəkirdikcə çıxırdı da, yumşalır, başı çıxır. Gəl üstündən çoxlu basasan. Demişlər ki, bıçağın iti deyil, maşını nə qədər basırsan. Ona görə dedim, bunu da burada qeyd edeyim. Bayaq da qeyd eləmişdim, son dönəmlərdə yaman ürəyim darıxır. Elə bil ki, ürəyim kiminsə əlindədir, belə sıxılır. Bilmirəm havadandır, nədəndir. Təkcə mən beləyəm, yoxsa sizdə elə hiss edirsiniz. Bacım əvvəl Rusiyada yaşayırdı. Deyirdim ki, gəlsin Azərbaycana, darıxıram, tək qalmışam, nə bilim, gəlsəydi yaxşı olardı. İndi də gəlib gedib rayondakı evinə. Yenə də yolumuz uzaqdır da, bir-birimizi istəyəndə görə bilmirik. Yenə də darıxıram. İndi yəqin ki, bu illərim gələcəklər şəhərə. Allah qoysa Allahın köməkliyi. Ona görə mən burada biraz təkəm deyə daha çox darıxıram. Nə qardaşım gəlinimiz burdadır, nə bacım burdadır. Və əti doğradım, soğan indi çəkəcəm. Biraz da quzu ətim var, ondan qatacağım. Yarpaq dolması edirəm.
Burada bir dənə yaxın olan bizə Sevadır. Ona görə də tez-tez onlarla görüşürük. Zəng edirəm ki, gəlin bizə, ya o deyər ki, siz gəlin bizə, ya da çıxaq gəzək deyə belə planlar qururuq. Bu gün mətbəxdə işlərimi görərkən bir mövzu haqqında da düşündüm. Əslində çoxdandır bu haqqda danışmaq istəyirdim. Elti məsələsi. Sosial şəbəkələrdə o qədər paxıllıq, rəqabət hekayələrini eşidəndə adam şok olur. Görəsən həqiqətənmi eltinin pambıqla başını kəsər? Yoxsa bu sadəcə bir uydurmadır? İşlərimizi görərkən bu haqqda da danışaq. Amma videonun sonunda bu barədə bir sirr açacağam. Elə elti var ki, elə bir kölgəndir. Sən nə etsən, o da onu edir. Nə alsan ondan almaq istəyir. Sanki gizli bir rəqabətdədir. Rəqabət etməsə də içində o paxıllıq hissini boğa bilmir. Nə aldın, nə qazandın, hara getdin, hamısını bir-bir beynində hesablayır. Amma ən təhlükəlisi bilirsiniz hansıdır? O özünü süddən çıxmış ağ qaşıq kimi göstərənlər. Aranı qızışdırır, yoldaşını yoldan çıxarır, amma hər kəsin yanında özünü heç nədən xəbəri olmayan, sakit, hətta qorxaq bir elti kimi aparır. O sakitliyin altında görün nələr yatır. Amma şükür ki, hər kəs belə deyil. Amma bəzilərdə var ki, sadaladıqlarım hamısı bir nəfərdə də olur. Elə elti də var ki, həqiqətən bacıdır. Qaynını öz qardaşından seçmir. Eltinin balasını öz balası kimi sevir, qayğısını çəkir. Sizdə necədir vəziyyət? Eltilərinizlə münasibətləriniz necədir? Mütləq rəylərdə fikirlərinizi bölüşün. Mənim eltim yoxdur, yoldaşım evin tək oğludur. Amma düşünürəm ki, eltim olsa bəlkə də normal münasibətim olardı. Ancaq anamın eltiləri var idi. Onlarda bu sadaladıqlarım xüsusiyyətlər də var idi. Yadınıza gəlir, quyruq çəkmişdim, belə saxlamışdım, bax qırdım, indi quyruqdur amma bu dolma istifadə edəcəm, çünki yarpaqda olmasa da o yağlı olanda qəşəng olur. Bilirsiniz, məncə azdır, biraz da belə olanda heç mən yağ demək olar ki, istifadə edəmirəm da dolmaya. Necə qırılır. İstəyirəm ki, maşından keçirdim bu qədər. Biraz quzu əti də, quyruqlu qatım. Biraz burada quzu əti də var, görürsünüz, bunlar quzu ətidir. O da yağlıdır, quyruqludur, bu da var. İstəyirəm bunu maşına atım, quzu açılmadan gözləsəm gec olacaq. Film çəkəcək maşın. Mən qurban kəsiləndə adətən qoyunun peyini belə götürürəm, çəkirəm, paketləyirəm, hazır qoyuram. Belə dolmalarda mütləq istifadə edirəm. Dolmanı çox qəşəng yumşaq eləyir. Qəti şəkildə də qoxu falan gəlmir. Sadəcə olaraq dolma yumşaq olur. Yəni maşından keçdi. Yəni maşını açmayım, təmizləyim. Deməli, bir dənə düyü qatmamışam. Bir dənə qarışdırım görüm. Ət çoxdursa. Bundan biraz götürüm mesela. İyi. Bunda plonkası çırıldı. Siz dolmaya göylərdən nələr vurursunuz? Biz kələm dolmasına da, elə yarpaq dolmasına da, keşniş, şüyüd həmişə vururuq. Adi 3 bacı dolmasına da vururuq. Elə adam var ki, deyir kələm dolmasına vurmuruq. Məsəl üçün gəliniz keçən dəfə dedi ki, biz vurmuruq, keşniş vurmuruq. Səfərimizə keşniş dedi. Yarpaq dolmasına nanə də vururuq. Nanə qurusun daha çox istifadə edirik. Yaşıldansa nanə qurusun, qəribə bir dadı olur. Və siz necə edirsiniz? Bir də deyirlər ki, dolmanın ətini mütləq belə çoxlu qarışdırıb ətləmək lazımdır ki, daha onda dadlı olur. Sizin zonada yarpaq dolmasını necə edirlər? Mütləq rəylərdə fikirlərinizi yazın. Üstü quzu ətinə batdım da. Heç kotletli olmayacaq. Quzu ətinə qarışıb. Götürüm. Belə götürüm. Balaca belə götürüm bu boyda. Bu da bəs eləyər. Bu qədər götürüm. Kotlet eləmə. Ətdən biraz götürdüm. Hələ ki, xalden katalım çatmasa götürüb qarışdırarım. Görürsəm az olur. Üründə o bir sətə yedirəmişdim. Atmışam. Sonra baxdım ki, yox, tuzu azdır. Həm də mənim nə yadımdan çıxır? Nanə qurusu. Yeşil nanə almamışım, yadımdan çıxdı ama. Mamam deyir, həmişə nanə vurdular yarpaq dolmasına. Bilmirəm, başqalar necə pişirir? Yerazların olması belə olur.
Bazen karıştırıram. Elə biləm ki, şeydir. Xəmir kimidir. Biraz su əlavə edeyim. Şey yarpaq almışım. Özü bahaldan aldım. Tüksüz olanlar. 7 manat idi kilosu. O kadar yarpaq götürdüm ki 1 manat 40 neçə qəpik elədi. İstəyərdim çox götürərdim. Ay Allah. Seriala baxa-baxa düşəcəm. Ayaq üstə dayanamıyorum. Saatlarla ayaq üstə qalıram. Baxın, yarpaqları belədir. Görürsünüz, təzədir deyə. Mütləq dedim, alım, bişirim. Mən bunları biraz isti suya salıb çıxardacağım. Çünki qısa bükmək çətin olar. Düzəmirəm. Eləyirlər də məncə səhv eləmirəmsə. Belə təzə tənəyi necə pişirirsiniz? Suya salırsınız, isti suya öldürüb sonra bükürsünüz. Məncə elə edirlər də. Tozu yoxsun. Məsələn, tozu yoxdur, təmizsin. Baxdım ki. Nə qazanlarını hələ atmamışam. Necə edeyim, belə batırım. Necə heç qaynatmaq lazımdır, o öləcək. Tez öləcək. Mənə gəlir ki, belə biraz öldülərsə bəsdir məndə. Mən belə bilirəm. Yaxşı bükməmişik çox. İsti suda yadım deyil, bükəcək. İsti suda öldürüb sonra bükmüşük. Elə gəlir ki, belə yeyirdik. Həm də mikroblar, toz, saat falan baxmada yəqin olar. Çox saxlamayacağım. Rəngi dəyişən kimi götürürəm. Bu da belə. Çox alardı mənə. Görün çatacaq. Ağlam həyətimizə gedib, çatmadı, get təzdən. Üzümdən yığ gəl. Həyətimizdə var idi. Mama ilə yığırdıq, qəşəng bükürdük. Yarpaq çıxan kimi gözlürdük böyüsün, dedik böyüyən kimi yarpaq dolması eləyərik. Yığırdıq köməklə. Ya mənə deyirdi, get yox, gətir, mən də ət hazırlayayım. Deyirdi, sən ət hazırla, mən gedim yox. Canım anam. Elə darıxıram mama üçün, son günlərdə vapşe. Çox darıxıram. Aprel ayında vapşe. Neyse. Məncə yenə bu da öldü. Hamısını götürürəm. Baxın, belə oldu. İndi bunların hamısını bir-bir qırıb, təmizləyib bükəcəm. Gedək o birisi otağa. İyi yapmış.
Burada əslində istədim ki, üstünə səs oxumayım, amma birdən ehtiyat elədim ki, YouTube-da serialın səsinə görə kanalımı vurarlar deyə məcbur üstünə səs oxudum. Mən bu tipdə videolara baxmağı xoşlayıram iş görəndə. Adama terapiya kimi gəlir. Siz deyin görün, mənə bu serialı izləyicilərimdən kim məsləhət görmüşdü? Çünki izləyicimin məsləhətindən bu serialı tapdım, baxıram. Demək olar ki, tez-tez qəşəng oturub baxıram. Həm xoşuma gəlir, həm də ki, xoşuma gələn aktyorlardır, başrolda ikisi də. Bu oğlan Murat Yıldırımın mən əvvəllər bir serialına baxırdım. Əvvəllər deyəndə keçən il köhnə serial olaraq qarşıma çıxmışdı, baxdım. Yadıma gəlir ki, o vaxt bu seriala mamam da baxırdı. 2010-cu ilin serialı idi. Mən də başladım baxmağa. Aşk və Cəza idi serialın adı. Orada da bu başrolda oynayırdı. Başrolda oynayan qızın da adı Nurgül Yeşilçay idi. O indi deməli 50 yaşın bu il qeyd elədi o aktrisa. Demək olar ki, o aktrisanın qocaldığı hiss olunur. Amma deyirəm çox maraqlıdır. Bu serialda baxıram. Murat Yıldırım da səhv eləmirəmsə bu aktyorun adı. Oğlan hələ də başrolda oynayır və özü cavandır. Yəni heç qocaldığı hiss olunmur, amma qadın aktrisanın qocaldığı hiss olunur. Nəsə ki, seriala baxa-baxa dolmanı bükürəm, düzdür. Vaxtın hardan gəlib getdiyini heç hiss eləmirəm. Əvvəllər kuxnada elə ayaq üstü dolmanı bükürdüm. Bir də ayılırdım ki, ayaqlarım qırılır, dəhşət yorulmuşam. Ayaq üstü dayana bilmirəm. Amma son vaxtlarda belə eləmişəm. Yəni əvvəllər özümü elə öyrəşdirmişdim ki, ayaq üstə iş görürdüm də oturaraq heç bir şey eləyə bilmirdim. Elə bilirdim ki, onda ləng işləyirəm. Vaxtım çatmırdı, gecikəcəm kimi belə bilmirəm. Son vaxtlarda öyrəşmişəm ki, otururam, dolmanı bükürəm ya da nəyəsə oturub serial qoyuram, belə maraqlı, xoşladığım serialı qoyuram, oturub ona baxa-baxa bükürəm. Elə olanda görürəm nə özüm yorulmuram, nə də ki, vaxtın hardan gəlib getdiyindən xəbərim olmur. Bu dolmanı da düz 2 saata bükdüm, bitirdim. Tural evə gəlirdim. Hər gələndə işdən mənə yazır ki, çörək alım. Sevagilə də demişdim ki, axşama dolma eləyəcəm. Bekar olsaz gəlin bizə. Yeyərik, sonra da düşüb gəzərik biraz. Ona da orada yazdım ki, dolma bişkirəmə gələcəksən. Onlar gələcəkdi deyə dolmanı biraz çox elədim ki, hamımızı rahatçasın, rahat yeyə bilək. O da dedi ki, birazdan gələcəm. Deməli, hər axşam yeməkdən sonra, hardasa saat 9-10-dan sonra düşürük həyətdə, Turanı gəzirik, ya Sevagildə bizə qoşulur, ya da ki, elə ikimiz gəzirik. Hardasa hər gün 6, 9, 12 kilometr gəzirik. Artıq bir neçə gündür ki, özümü çox rahat hiss eləyirəm. Həm də evdə o idman hərəkətlərini edərək də hiss eləyirəm ki, yüngülləşmişəm. Gəzdikcə də idman hərəkəti hamısı üst-üstə düşür. Nədirsə, ayaq əzələlərimi ümumiyyətlə bərkidiyini hiss eləyirəm. Sizdən bir istəyim olacaq. Əgər kanalıma abunə olmamısınızsa, mütləq kanalıma abunə olun. Vloqlarımı yaxınlarınızla paylaş. Qızlar, bura qədər gəldiksəmi dərdləşdik, amma mənə çox maraqlıdır. Siz mənim vloqlarımda ən çox nələri görmək istəyirsiniz? Sırf belə mətbəx söhbətlərim, yoxsa ev işləri, uşaqlara keçən anlar, bəlkə də gəzintilər, hansı mövzular sizə daha doğmadır? Nədən danışanda özünüzü o söhbətin içində hiss edirsiniz? Rəylərdə mütləq yazın, çünki mən bu kanalı sizinlə bir yerdə böyütmək istəyirəm. Artıq səbrim tükənir, ay Allah. Hələ bu qədər bükmüşəm, bu qədər ətim qalıb, yarpaq da var hələ. Tam səbir. 2 nəfər, 3 nəfər olsa tez bitirər ya adam. Burada əvvəl düşündüm ki, dolmadı uzun sol bükərəm, türklər necə eləyir, elə bükərəm, sonra fikrimi dəyişdim. Elə də xoşlarına gəlməz hamının, ona görə elə normal belə bükdüm. Düzdür, belə standart olmadı, biri böyük, biri balaca, biri uzun sol oldu. Bükdüm də yəni ki. Dadı isə əla idi, möhtəşəm idi doğrudan da. Biz tərəfdə yarpaq dolmasını mütləq sarımsaq qatıqla yeyirlər və siz tərəfdə necədir? Bugün dolma qonağına gəlmişik, super. Ya dadına baxmışam, ondan üzr istəyirəm. Ya bilirsən ki, mən dadlı bişirirəm, Bəli, bilirəm ki, dadlıdır ona görə. Bəli, bəli. Yox deyil. Turan müəllim. Ay Allah, orası blogunda səsimi də salmışam. Möhtəşəm görünür. Möhtəşəmdir. Не могу. Lap elə. Əladır. Yedik. 500 üzərindən. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik.